Salam, hər vaxtınız xeyir olsun. Əziz, hörmətli izləyicilər, gözəl insanlar. Bura Qazaxdır, gözəl dostlar, gözəl izləyicilər. Hardasa aprelin 7-sinin, 6-sından 7-sindən bəri, elə bu gündə aprelin 16-sı 2025-ci ildə belə deyək. Deməli, təsəvvür edin ki, belə canlı çəkilişdir, yağış yağır. Yağış kəsmək bilmir. Hələ bu günə də deyirlər maqnit qasırğası olacaqdır. Bəli, maqnit qasırğası olacaqdır. İndi əzizlərim, siz belə nə fikirləşirsiniz? Bir daha salamlayıram, xoş gördük. Nə tərsiz, nə var, nə yox, canınız, başınız, keyfiniz, halınız, əhvalınız. Bu yağış yağmaq, bu torpaqlarımızı bərəkətləndirirmi, yoxsa belə daha da nətər şoranlaşdırırmı torpaqları? Bir də vətənimizi, torpağımızı qoruyan igid qəhrəman oğullarımızı Allah təala qorusun. Bu yağışda, boranda nətər deyək, xəstələnməsinlər. Yerləri isti olsun, yerləri nəmlənməsin, yəni nətər deyək, bu səngərlərdə, dağların başında duran igid qəhrəman oğullarımız var olun. Allah sizləri qorusun, Allah sizləri həmişə başınızın üstündə olsun, vətənimizi qoruyursunuz, asayişimizi qoruyan, daxilimizdə asayişimizi qoruyan o igidlərimizi də Allah qorusun, Allah var eləsin, Allah canlarına sağlıq versin, Allah Azərbaycanımızı qorusun, dövlətimizi qorusun, Allah kömək olsun, Allah bütün Azərbaycan xalqına kömək olsun. İnşallah ki, salamatçılıq olsun, salamatçılıq olsun. Hər halda indi aprelin 17-sinə, 18-inə kimi deyiblər ki, yağış yağacaqdır. Görək də indi bundan sonra kəsəcəkmi? İndi dostlar, sizlər də yazın, görək harda, ən çox harda. Mən bax, bu gün eşitdim ki, dünən axşam Gəncəni su basıbdır, Gəncə çayı daşıbdır, belə evləri su basıbdır da, belə deyək. İndi siz də yazın görək, siz tərəflərdə, hansı tərəflərdə ən çox kim hardan izləyir bu videonu, hardan su basıbdır, haranı su basıbdır, hansı rayonları, hansı kəndləri Azərbaycanın da, belə deyək.